Burada 5 fikir var. Bunların içərisində düzgün olanları seçmək tələb olunur. Birinci fikirdə deyir ki, epos təkcə Azərbaycanda yox, digər türk xalqları arasında da geniş yayılmışdır. Düzgün fikirdir. Siz bilirsiniz ki, eposun Türkistan qərb variantı da dediyimiz variantları da var və demək olar ki, bütün türk xalqları arasında Koroğlu eposu söylənməkdədir. Eposun bütün qollarını yazı yazmaq mümkün olmamışdır. Bu da belədir. Eposun bizə gəlib çatan boyları, onun bütün boyları, qolları deyil. Eləcə də Dədə Qorqud eposunda da belədir. Eposun əsas qəhrəmanı mübarizəyə fərdi intiqam hissinə başlasa da, sonradan onun mübarizəsi ictimai məzmun kəsb edir. Siz bilirsiniz ki, Koroğlu, yəni Rövşən, ilk öncə Həsən xandan atasının gözlərinin, çıxarılmış gözlərinin qısasını almaq istəyir. Lakin sonradan onun bu fərdi mübarizəsi ictimai mübarizəyə keçir. Koroğlu kimi düşünənlər onun ətrafına yığışır və haqq işi uğrunda mübarizə aparırlar. Demək, birinci, ikinci, üçüncü fikirlər düzgün fikirlərdir. Dördüncü fikir, eposun Keçəl Həmzənin qıratı qaçırmasında qolunda əsas ideya və məqsəd namərtliyin, hiyləgərliyin, fırıldaqçılığın ifşasıdır. Bu belə deyil. Yəni eposda Keçəl Həmzənin qıratı qaçırması qolunda əsas ideya və məqsəd odur ki, əgər insan xalqa, sevdiklərinə arxalanmasa, adicə bir keçələ də məğlub ola bilər. Dastan yaradıcıları öz şəxsi ifaçılıq məqsədləri naminə epos qəhrəmanına Koroğluya ölməzlik verir, onun ölməzliyi ilə öz sənətlərini daha geniş təbliğ etmək imkanı qazanırlar. Həqiqətən dastan yaradıcıları Koroğluya öz ölməzlik verirlər, lakin bu şəxsi ifaçılıq və öz sənətlərini daha geniş təbliğ etmək imkanı qazanmaqdan ötürü deyildi. Xalqın qəhrəmanının, xalqın öz qəhrəmanını ölümsüz görmək arzusu ilə bağlı idi. Demək, testin doğru cavabları 1, 2, 3. Cavab E variantı.